Salam əziz valideynlər, 6-cı sinif şagirdləri və müəllimlər. Bildiyiniz kimi, mən 5-ci sinifdən video dərsləri YouTube-a ardıcıl yükləyirəm. Eyni zamanda 6-cı sinifdən də istəyənlər çox oldu deyə müəyyən dərsləri çalışacağam ki, yüklüyüm, sizə kömək edeyim. Gözəl rəylərinizə görə çox sevinirəm ki, bu izahları siz yaxşı anlaya bilirsiniz. Bugünkü mövzumuz da ehramlar ölkəsi, yəni Misir olacaq. Ehramlar deyəndə biz piramidaları nəzərdə tuturuq. Siz bilirdiniz ki, piramidalar əslində məzardılar və bunlar fironların dəfni üçün tikilmiş abidələrdir eyni zamanda. Hər dərsi öyrənməmişdən qabaq sizə açar sözlər təqdim olunur. O açar sözlərə heç olmasa bir dəfə də olsa baxın ki, dərs ərzində nəyi öyrənəcəksiniz, nəyə diqqət yetirəcəksiniz, onu biləsiniz. Məsələn, Nilin töhfəsi, firon, çati, ehram, mumya, papirus, bu anlayışları siz öyrənəcəksiniz. Heç bir şeyi uşaqlar kör-körane öyrənməyin, mənasını dərk edərək öyrənin. Tutaq ki, mən Misirin yerləşmə yerini öyrənmək istəyirəm. Niyə mən bunu sözlə əzbərləməliyəm? Axı xəritədə gözümün qabağına gətirməliyəm. Misir dünyanın ən uzun çayı olan Nilin ətrafında yerləşib. Yer üzərində sonuncu böyük buzlaşma dövrü bitdikdən sonra kəskin iqlim dəyişikliyi baş verir. Afrikanın şimal hissəsinə yağan yağışlar kəsilir, istilik artır və yüzilliklərlə davam edən quraqlıq başlayır. Nəticədə Afrikanın şimalında yerləşən su mənbələrinin, çay və göllərin çoxu quruyur. Çəmənliklər yox olur və Afrikanın şimalı səhraya çevrilir. Böyük Sahara səhrası yaranır. Bu ərazilərdə yaşayan insanlar və heyvanat aləminin çoxu cənuba çəkilməli olur. İnsanların bir qismi isə Nil ətrafında məskunlaşır. Əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olan insanlar üçün Nil demək olar ki, həyat mənbəyi idi. Misir Afrikanın şimal-şərqində yerləşir. Nil çayı bu ölkədən keçərək Aralıq dənizinə tökülür. Baxın, həmin o dünyanın ən uzun çayına, Aralıq dənizinə tökülür. Bu da Afrika materikinin xəritəsidir, Sahara səhrası, da onun şəkli. Baxın, yenə də Misir Afrikanın şimal-şərqində yerləşir və buradan axan Nil çayı Aralıq dənizinə tökülür. Misirdə papirus adlanan qamış bitirdi. Bu papirusun gövdəsi qalın olduğu üçün ondan qayıqlar, sallar düzəldirdilər. Hətta papirus Misirlilərin ilk yazı vasitələrindən biri olub. Onlar hieroqliflərini bu papiruslar üzərində yazırdılar. Nil daşqınları. Bu isə uzundur uşaqlar. Qısa deyim ki, sizə Nil çayı daşır, məcrasından çıxırdı. Ətrafındakı əraziləri qorumaq üçün də insanlar bəndlər tikirdi. Amma Nil çayı daşarkən özü ilə bir yerdə minerallar gətirirdi. Torpaq, qara torpaq, lilli torpaq daha münbit idi. Onu əkib becərmək insanlar üçün yaxşı olurdu. Onlar bu torpağı xış və toxa ilə şumluyurdular. Nil çayından aralıdakı torpaqlar bəs necə suvarırdılar? Artıq yavaş-yavaş arxlar qazırdılar, kanallar çəkirdilər. Hətta Nil çayının çatmadığı hündürdə yerləşən tarlaları suvarmaq üçün Şaduf adlı qurğu ixtira etmişdilər. Burada əkinçiliklə yanaşı maldarlıq da inkişaf etmişdi, sənətkarlıq da inkişaf etmişdi. Əhalinin həyat şəraiti yaxşılaşdıqca məhsul artığı meydana gəldi, mal mübadiləsi genişləndi. Mübadilə nədir? Dəyişmək. Demək, əkinçi, sənətkar, maldar bir-birlərinin məhsullarını dəyişirdilər. Əhali yavaş-yavaş varlanmağa başlandı. Məhsul artığı, çünki kimlərə çatırdı? Tayfa başçılarına, ağsaqqallara təbəqələşmə yarandı. Uşaqlar, təbəqələşmə varlı və kasıbların yaranması deməkdir. Ağsaqqallar, tayfa başçıları idarəçilikdə fərqlənməyə başladılar. Və şəhərlərin meydana gəlməsi, idarə sisteminin təkmilləşməsi yavaş-yavaş
dövlətlərin yaranmasına gətirib çıxartdı. Baxın uşaqlar, yuxarı Misir, aşağı Misir. Bu şəklində mənasını sizə izah edəcəm. İlk vaxtlar Nil çayının ətrafında 40-a yaxın kiçik dövlətlər var idi. Amma bu dövlətlər arasında dinc münasibətlər hökm sürmürdü. Onlar suvarma kanalları, otlaq sahələri üstündə toqquşurdular. Güclü dövlətlər digərlərini öz tərkibinə qatırdı və bu 40-a yaxın kiçik dövlət azaldı, sayı 2 dövlətdə yuxarı Misir, aşağı Misir adlı 2 padşahlıq yarandı. Daha sonra isə Misiri vahid dövlətdə birləşdirmək üçün yuxarı Misir və aşağı Misir mübarizə aparırdı. Ən sonunda yuxarı Misir qələbə çaldı. Misir 4-cü minilliyin sonunda vahid dövlətdə birləşdi. Vahid Misirin paytaxtı isə Memfis şəhəri idi. Və vahid dövlətin yaranması təsərrüfatın, mədəniyyətin inkişafına səbəb oldu. Dünyanın ən qədim dövləti Misirdir. Həmən şəkli isə izah edeyim. Bu yuxarı Misir hökmdarının tacıdır, aşağı Misir hökmdarının tacıdır. Bu isə vahid, birləşmiş hökmdarın tacıdır. Misir dövlətinin idarə olunması. Misir dövlətini Firon idarə edirdi. Necə ki, bizim dövlət başçımız titulu prezidentdir. Tutaq ki, Ərəb dövlətinin başında biz keçmişdik, xəlifə dururdu. Burada isə Firondur. Firon qanunlar verir, qaydalar müəyyənləşdirirdi. O, ölkəni idarə etmək üçün canişin və məmurlar təyin edirdi. Onun ən yaxın köməkçisi Çati idi. Ali məmur vəzifəsi idi və Çati vəzifəsi adətən Fironların oğullarından seçilirdi. Firon 1-ci Tutmosun dövründən başlayaraq Misir Fironlarının işğalçı yürüşləri Asiya qitəsinə yönəldi. Əldə olunan qələbələr, işğallar Misirə çoxlu qul gətirdi. Misirdə qullara canlı ölü deyirdilər. Qullarla istədikləri kimi rəftar olunurdu. Qulları təhqir edirdilər, öldürürdülər, döyürdülər. Biz deyirik ki, Misir klassik quldar dövlətdir, yəni quldarlığın çox inkişaf etdiyi dövlətdir. Misir dövlətinin həmən qüdrətli dövrü eramızdan əvvəl 2-ci minillikdə idi. 1-ci Tutmosun başlatdığı işğalçı yürüşləri 3-cü Tutmos davam etdirdi. 3-cü Tutmos Aralıq dənizinin şərq sahillərinə işğalçı yürüşlər edərək Suriya, Finikiya, Fələstini tabe etmişdi. Afrika materikindən Ön Asiyaya işğalçı yürüşlər olundu. Suriya, Finikiya, Fələstin tabe olundu. Uşaqlar, istəyirəm sizə Ön Asiya anlayışını izah edim. Avropa qitəsi, Asiyanı da təxmini 3 yerə bölək. Uzaq şərq, hansı ki bura aiddir? Yaponiya, Çin, Koreya. Avropaya yaxın olan Asiyaya Ön Asiya deyirlər və yaxud da yaxın şərq deyirlər. Bəs ortadakı Asiyaya nə deyək? Ya istəyirsiniz Mərkəzi Asiya deyin, ya da istəyirsiniz Orta Asiya deyin. Demək, Misir fironları Afrika materikindən Ön Asiyaya yürüşlər edirdilər. Ön Asiyanın digər adı Yaxın Şərqdir. Ümid edirəm ki, başa düşdünüz. 3-cü Tutmosdan sonra Misirin Ön Asiyadakı mövqeyi zəifləmişdi. Amma 2-ci Ramzes hakimiyyətə gələndən sonra bunu bərpa etdi. O, Misirin qüdrətini yenidən bərpa etmək üçün ilk növbədə Afrikadakı üsyanları yatırtdı. O da 3-cü Tutmos kimi Ön Asiyaya yürüş etdi. Lakin burada güclü Het padşahlığı ilə qarşılaşdı. Hər iki dövlət müharibədə böyük itkilər verdi. Lakin sonda sülh müqaviləsi imzalandı. Bizə məlum olan ilk yazılı sülh müqaviləsi də o dövlətlər arasında imzalanmış sülh müqaviləsidir. Bu müqaviləyə görə Fələstin, Finikiya tam, Suriyanın isə cənubu Misirə çatdı.
Suriyanın şimalı Het padşahlığında qaldı. Hər iki döyüşdə döyüş arabalarından istifadə olunub. Bunu heroqliflər sübut eləyir. Eramızdan əvvəl 2-ci minillikdə paytaxt Fif şəhəri olarkən 2-ci Ramzes burada quruculuq işləri görmüşdü. Hətta o Nubiyada 24 metrlik heykəlini qayaya yondurtmuşdu. Lakin Misir dövləti eramızdan əvvəl 1-ci minillikdən zəifləməyə başladı. Hakimiyyət uğrunda mübarizələr gedirdi, hakim sülalələr tez-tez dəyişirdi, ölkənin idarə olunması pisləşmiş, məmur özbaşınalığı artmışdı. Bu isə xalq arasında fironların nüfuzunun aşağı düşməsinə səbəb olurdu. Belə bir vaxtda Əhəmənilər dövləti eramızdan əvvəl 525-ci ildə Misiri işğal etdi. Döyüşün adı isə Pelusiya döyüşü idi. Pelusiya qədim dövrlərdə Misiri qoruyan qala idi. Ona Misirin möhürü deyirdilər. Lakin bu Misirin möhürünü Əhəmənilər 525-ci ildə işğal etdilər. Baxın uşaqlar, 525 amma şəkildə 6-cı əsr yazılıb. Çünki 525 neçənci əsrə düşür? 6-cı əsrə. Hətta bu da uşaqlar Misir fironunun belə deyək də təhqir olunmasıdır. Əhəməni hökmdarının onu cəzalandırması qayalarda həkk olunmuşdu. Uşaqlar, dərsimiz bu qədər. Misir 2 hissədən ibarətdir. Biz birinci onun yaranması, dövlətin idarə olunmasından danışırıq. Sonraki dərsdə isə Misir mədəniyyəti haqqında sizə danışacağam. Çox maraqlı dərsdir. Burada bizim mumyalardan, sərdabələrdən, piramidalardan çox maraqlı məlumatlar əldə edəcəksiniz. Növbəti dərslərdə görüşərik.